Yəni onların tağutları idi. Tağutlaşdırılmış nədir? Məbudları idi. Yəni demək olar ki, hər dövrün, hər zamanın özünə məxsus olan bütü var. O vaxt onların bütüləri, Məkkə müşriklərinin bütüləri Lat, Uzza, Manat, həmçinin Hubal bunlar idi. Yəni dövrümüzdə məsələ Sofilərin bütləri onların şeyxləridir. Rafizilərin bütləri onların 12 imam dedikləridir. 12 imam dediklərinin şəkilləri, təsvirləri, xristianların bütləri Roma papası, ata, oğul, müqəddəs ruh dedikləri bu anlayış ki, təsvirləri, ikonaların, kilsələri, demokratların bütləri məsələ hər yerdə müxtəlifdir. Türkiyədə məsələ Kemalizmdir, Atatürk. Ruslarda məsələ Lenin, Stalin idi, indi bəlkə də Putindir. Almanlarda Hitler, nə bilim, İtalyanlarda Mussolini. Yəni materialistlərin, məsələ ateistlərin bütləri nədir? Təbiət, materializm. Maddiyyatın qulu olanların bütləri məsələ banklar, pul. Yəni hər dönəmin özünə məxsus bütləri var. Müasir zamanın məsələ sosioloji bütləri var. Tutaq ki, bu texnologiya, konfortizm, nə bilim, konformizm, nə deyirlər ona? Məşhurlaşmaq, indi müasir media məsələ bir çox insanların bütüdür. Niyə? Çünki həyatlarının əsas qayəsi ediblər bu şeyləri. Bu şeylər uğrunda can qoyurlar, mal qoyurlar, vaxt qoyurlar. Bütün nə deməkdir? Bu sitayiş olunan şey deməkdir. Sitayiş olunan şey anlayışda ola bilər, rəmzdə ola bilər, şəkildə ola bilər, taxtada ola bilər, dəmirdə ola bilər, insan da ola bilər, şəxsiyyət də ola bilər, heyvan da ola bilər. Bütün bunlar hamısı nədir? Bütün bunlar bütlərdir.